Məsələ burasındadır ki, bugün bəzi dəstələr var. Əbu Süfyan, Muaviyyə, bəyaqları Samir müəllim qayıtdı. Mərvan ibn Həkəmin adını çəkdi ki, onun da Peyğəmbərin sahabəsi Əmmar, Yasir və sairlərə xüsusi əşədd nifrət olub. Xüsusilə Peyğəmbərimizin sahabəsi Əbu Zərin sürgün olunmasında onun nə rolu olub? Bir dəfə görməsiniz Əməvi tərəfdarları bunu danışsınlar. Bir dəfə sahabə deyə belə ağızları köpüklənənə qədər danışanlar, bir dəfə görməsiniz ki, Əbu Zərin zülm olunmasından danışsınlar ki, Əbu Zər necə oldu? Getdi Rəbəzəyə sürgün oldu. Bir dəfə görmüsünüz, Vəhhabilər Əbu Zərin sürgün olunmasından danışsınlar. Necə oldu sürgün oldu? Necə oldu ki, Peyğəmbərin möhtərəm sahabəsi Abdullah ibn Məsuda bu cür təzyiqlər göstərildi? Necə oldu? Hardan oldu? Niyə görə ona xüsusi nifrət bəslənildi ki, bəzi rəvayətlərə görə ki, o Əbu Zəri tək qoymaq istəmədi. Əbu Zər dünyasını dəyişəndə getdi ona, bəzi rəvayətlərə görə cənazə namazı qıldı, bunu ona bağışlaya bilmədilər. Səhabə, siz Allah indi səhabələrdən söhbətlər qoyarıq ki, ortalığa hələ də cavab verilməyib bunlara. Bunlar da İmam Hüseyn əleyhissalamın məsələsi deyir ki, Yezidi təmizə çıxarmaq üçün hər bir üsula əl atasız. Sual, Əbu Zər niyə sürgün edildi? Kim onu sürgün etdi? Peyğəmbərin sahabəsini də Kufədə şiələr sürgün elədilər. Abdullah ibn Məsuda da zülm verənlər Kufə şiələri idi. Kim idi onlar? Niyə bunlar danışılmır? Bu Mərvan ibn Həkəmi, bu Yezidi, Muaviyyəsi, Əbu Süfyanı, mən adlarını çəkmək istəmirəm ki, bəziləri onları qəlbində çox sevgi, məhəbbət bəsləyir. Onlar haçan İslama gəldilər? Hicrətin neçənci ili? Məkkənin fəthindən sonra gəlmədilər, müsəlman olmadılar, bir ömür müsəlmanların qanlarını tökdülər. Gördülər ki, artıq məğlub olublar, gəldilər Peyğəmbərin yanına. Qayıtdılar, dedilər ki, biz səni qəbul edirik Peyğəmbər olduğu. Hətta məşhur bir əhvalat da var ki, Əbu Süfyan Peyğəmbərin əmisi Abbasa qayıtdı, dedi ki, qardaşın oğlunun nə boyda səltənəti var ha? Abbas dedi ki, səltənət dövrə bu Peyğəmbərli idi. Ənsarın başına nə gəldi? Bayaq Samir dedi, Hərrə faciəsi. Peyğəmbərimizdən hətta hədis var ki, Mədinə əhlini hürkütmək, Mədinə əhlini qorxuya salmaq barəsində Peyğəmbərimiz nə təhdid buyurub. Niyə üçün bu pozuldu? Bu da İmam Hüseyn deyil ki, örtüb bassınlar, desinlər. Nə üçün Yezid Mədinəyə hücum elədi? Nə üçün indiyənə qədər görmüsünüz? Bir dəfə bu Əməvi ardıcıları, Vəhhabilər qaysınlar bunu desinlər. Kəbəvi nə üçün mancanaqlandı? O müasir dilləndi söz katapulta ilə. 2 dəfə mancanaqlanıb. Biri məlum Həccacı bin Yusifin vasitəsilə, biri də ki, Yezidin dövründə. Nə üçün? İzahat yoxdur. Nə üçün Allah evi mancanaqlanıb Yezidin dövründə? Nə üçün Hərrə faciəsi baş verilib? Min bu Əməvi ardıcıları olan Vəhhabilər ki, Məhəmməd ibn Əbdülvəhabın ardıcıları illər keçdi, yenə də Allah Rəsulunun şəhərinə hücum çəkdilər, insanları öldürdülər, Bəqi məzarlığını dərmadağın yeksan etdilər. Kimdir burada? Kimdən nümunə ülgün götürsünlər? Yeziddən. Sonra Muaviyyə Qureyşdən olan bir dəstənin toplandığı yerin yanından keçdi. Onlar onu görəndə ayağa qalxdılar hamısı, Muaviyyəni görəndə. Yalnız təkcə Abdullah ibn Abbas qalxmadı. Yəni ki, Abdullah ibn Abbası maşallah hamı tanıyır ki, Peyğəmbər sahabəsidir, tanımış nüfuzlu adamlardandır. Muaviyyə ondan soruşdu, sənə nə mane oldu ki, dostların kimi ayağa qalxmadın? Yoxsa Siffində sizinlə döyüşdüyüm üçünmü içində bir kin inciliyi var? Siffində Abdullah ibn Abbas Həzrət Əlinin yanındaydı. Ona görə deyir, içində bir şey saxlama, ey ibn Abbas. Muaviyyə dedi, biz artıq bütün ətraf bölgələrə yazı, yəni məktub, fərman göndərmişik ki, Əlinin və onun əhl-i beytinin fəzilətlərinin zikrini qadağan edək. Sən də dilini saxla. İbn Abbasa dedi. Yəni fərman göndərmişik, bilirsiniz 60 ilə yaxındır ki, Həzrət Əli əleyhissalama minbərlərdə lənət oxunub. Hələ Əməvi ardıcıları, Vəhabilər bunu dilə gətirməzlər. Bilirsiniz ki, yenə də Ömər ibn Əbdüləzizin vaxtına qədər bu davam edib. Həzrət Əli əleyhissalam 60 il təhqir olunub, lənət oxunub. Bir dəfə qayıdıb demiblər ki, bəs o lənət oxuyanların hökmü nədir? İbn Abbas dedi, ey Muaviyyə, bizə Qurani Kərim oxumağı da qadağan edirsən? Muaviyyə dedi, yox. İbn Abbas dedi, bəs onun təvilini, yəni həqiqi yoxsunda ki, Quranda var ki, onun Quranın təvilini kim bilər? Allah və rasixunə fil ilm. Və elmdə rasix, möhkəm olanlar. Kimdir bunlar? Əziz Qurandan başqa heç kimi qəbul etmirəm deyənlər. Kimdir bunlar? Rasixlər. Kimdir bunlar? Biz bilirik kim deyə, indi bilməyənlər var ki, və ya bilmədiklərini iddia edirlər. Muaviyyə dedi ki, bəli. Quran oxu, amma onu təvil eləmə, yozma. Deməginən ki, Quranda iman gətirən, o üzüyü verən kəs kimdir? Demə. Fikir verin, bir dənə Tövbə surəsinin o ayəsindəki mağara ayəsini səhər axşam deyən adamlar ki, Həzrət Əli əleyhissalam barəsində onlarla ayə var, birini deyiblər. Birini deyirsiniz. Niyə demirsən? Muaviyyə nə deyir? Deyir, oxu.
Amma demə bunlar kimdir? Demə Həl-Əta surəsində kimlərə aiddir? Demə Mübahilə surəsində olan kimlərə aiddir? İbn Abbas dedi, onda biz oxuyacağıq, amma Allahın bununla nə demək istədiyini soruşmayacağıq. Quranı oxuyursan, Quran oxuyun və soruşmayaq ki, ağa burada nə deyilir? İbn Abbas soruşur ki, bəs bunlardan hansı bizə daha vacibdir? Quranı oxumaq yoxsa ona əməl eləmək? Quranla əməl eləmək hansı bizə vacibdir? Muaviyə dedi ki, Quranla əməl etmək vacibdir. İbn Abbas dedi, bəs Allahın nə demək istədiyini bilmədən necə onunla əməl edək? Mən nə bilim Allah burada nə demək istəyir? Nə bilim? Öz ağlımla yozum. Yox, Quranda dəstəmaz yoxdur, gigiyenadır, salat deyil, nə bilim, duadır. Yox, nə bilim, yəni hər kəsən otursun öz ağlı ilə Quranı yozsun. Birinə görə belə çıxsın, birinə görə belə çıxsın. Bu nə oldu? Quranda deyir ki, Allah qatında aylar neçədir? 12-dir. Onlardan 4-ü haramdır. Yəni o aylarda döyüşmək və onun hökmü də açıq aydındır. Xoş, gözəl. Mən Allahın əmrinə əməl eləmək istəyirəm. Quranda hansı aylarda olar? Ancaq Quran, mən başqa şeyləri qəbul etmirəm. Nədir? Hansı aylarda olar? Quranın hansı ayəsində var o ayələr? O aylar. 4 ay hansı aylardır? Hansı aylardır ki, həmin o bir ayda ki, qan tökmək haram edeyim, İmam Hüseynin qanını tökdülər? Cahiliyyət dövrünün ərəbləri o aylarda qılınclarını qoyardılar, vuruşmazdılar. Həmin haram ayların birində Peyğəmbərin nəvəsi İmam Hüseyni şəhid etdilər. İbn Abbas dedi ki, bəs Allahın nə demək istədiyini bilmədən necə onunla əməl edək? Muaviyə nə dedi sizsə? Bu barədə onu səndən və əhl-i beytindən başqa cür təvil edənlərdən soruş. Yəni, danış. Amma necə ki, Səhih-i Buxari və sairdən, nasibilərdən hədis gətirilib, amma İmam Sadiqdən gətirilməyib. Nə mənhəcdir? Muaviyə deyir, bu barədə onu səndən və əhl-i beytindən başqa cür təvil edənlərdən soruş, get başqasından soruş o ayələr nə demək istəyir. Amma nə sən danışacaqsan, nə də əhl-i beyt danışsın. Kimdir? İndi görürsünüz mənhəc, metod, bəzən deyəndə ki, əməvi ardıcıları xətirlərinə deyir ki, bizə niyə görə deyirsən? İndi sən kimin yolun gəlirsən? Muaviyə deyir ki, təfsir elə. Amma bu təfsiri əhl-i beytdən götürmə. İbn Abbas dedi, Quran mənim əhl-i beytimə nazil olub. Yəni əhl-i beytimə nazil olub, əhl-i beytim haqqında nazil olub. Biz Quranı Əbu Süfyanın nəslindən olanlardan mı soruşaq, ay Muaviyə? Geri Əbu Süfyanın nəslindən olanlardan soruşaq, Quran nədir, nədir öyrədin bizə? Bizə Qurandakı halal və haramla Allaha ibadət etməyimizi də qadağan edirsən? Əgər ümmət bunu, yəni Qurandakı mənanı soruşmasa və bilməsə, həlak olar və ixtilafa düşər. Muaviyə qayıtdı dedi, Quranı oxuyun, onu təvil edin. Lakin Allahın sizin, yəni əhl-i beytin barənizdə nazil etdiklərindən heç bir şeyi rəvayət etməyin. Onun xaricində olanları nəql edin. İmam Hüseyni neyinirsiniz? Oldu, keşki danışmayın barəsində, rəqs edin, oynayın, filan edin. Danışma İmam Hüseyinlə. Danışma şəcərətül məl'unə, məl'un ağac deyərkən, Peyğəmbərin yuxusundan danışılarkən kimdən söhbət gedir? Danışmamını. İbn Abbas dedi, axı Allah Quranda buyurur, onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Lakin Allah kafirlər istəməsə də nurunu tamamlamaqdan başqa bir şey istəməz. Muaviyə, sən elə bilirsən ki, bunun qarşısını ala biləcəksən? Ala biləcəksən? Muaviyə dedi, ay İbn Abbas, özünü ələ al və dilini saxla. Əgər mütləq bunu edəcəksənsə də, elə et ki, bu gizli olsun. Heç kim bunu açıq şəkildə eşitməsin. Daha sonra Muaviyyənin carçısı belə nida etdi. Kim Əlinin fəzilətləri və əhl-i beytinin üstünlükləri haqqında bir hədis nəql edərsə, onunla əlaqədar zimmət ləğv edilib. Yəni, heç bir hüquqi və ya əxlaqi məsuliyyət daşımırıq. Amanda döyürsünüz. La ilahə illallah, Muhammedun Rasulullah sallallahu aleyhi və səlləm. Söz, sizin qanınız, sizin malınız, namusunuz nədir? Amandadır. Amma söz, əlini sevirəm. Nə deyir? Biz sizə qarşı bir məsuliyyət duymuruq. Necə ki, əməvi ardıcıları dünyanın istənilən yerində nə var? Mən Əlini, Hüseyni, Fatiməni sevirəm. Sevirəm belə yox, sevirəm sadəcə. Yox. Sevirəm belə özümə nümunə bilib, özümə başçı bilib, özümə Peyğəmbər varisi bilib filan sevirəm. Deyir, yox. Onda sən zimmət boynumuzdan götürüldü. İndi gördünüz ki, mən deyəndə əməvi ardıcılları nə üçün deyirəm? İndi görürsünüz ki, Muaviyə və onun siyasəti necə gedir? Necə gedir? Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.